Bismillahirrahmanirrahim. Gözünlə dünyanın etdiklərini, yalan və vəfasızlığını görə ona arxalanmaq, ürək bağlamaq nadanlıqdır. Savabına əmin olduğun zaman nəticəsinin cənnət və əbədi rahatlıq olmasını biləndə, gözəl əməldə, itaət və bəndəlikdə səhlənkarlıq etmək ziyana uğramaqdır. Sınanmamış hər bir kəsə etimad etmək acizlik və uğursuzluqdur. İşte uğursuzluğa səbəb olar. Çünki həmin şəxs kimə etimad etməsini bilmir və inama layiq adam axtara bilmir. Bunu möminlərin əmiri, Əmir əl-Möminin Əli əleyhissalam buyurmuşdur.